İzləyicilərimizdən bu mövzu ilə bağlı ən çox aldığım sual bu olur. Könül xanım, bir ginekoloji müayinədən keçmək istəyirəm, ən yaxşısı hansıdır? Bəli, ümumiyyətlə mənə də bu suallarla çox müraciət edirlər. Ginekoloji müayinədən keçmişəm, bəzən hətta onu ultrasəs müayinədə, vaginal müayinə ilə də yanlış salırlar pasientlərimiz. Düşünürlər ki, vaginal müayinə ilə keçiblərsə artıq bu ginekoloji müayinə deməkdir. Ginekoloji müayinə yaxşısıdır demək əslində düzgün deyil. Hər müayinənin, hər hansı bir patologiyasının ən yaxşı xüsusiyyətləri var, belə deyim. Güzgü müayinəsi bizə hər hansı bir durumlar haqqında məlumat verir. İlkin olaraq güzgü müayinəsi aparılmalıdır ginekoloji müayinə zamanı. Yəni bu zaman uşaqlıq yoluna baxış həyata keçirilir, iltihab proses varsa aydınlaşır. Bəzən xanımlar bildirirlər ki, mənə analizlər deyin onlayn şəkildə və mən bunları verim. Amma o qədər infeksiyalar var ki, o infeksiyaların hamısını yoxlatdırmaq ümumiyyətlə düzgün hesab olunmur, əgər hər hansı bir əlamət yoxdursa. Ona görə də mütləq xanım müraciət edən zaman ginekoloji müayinə aparılmalıdır və baxışdan sonra təyin olmalıdır ki, bu xanımda hansı infeksiyaların yoxlanması vacibdir, önəmlidir. Və əlbəttə ki, biz ginekoloji baxışla yanaşı kolposkopiya müayinəsinə yenə də burada müraciət eləməliyik. Nəyə görə? Çünki kolposkopiya müayinəsi aparılmazsa, belə deyim, xanımın müayinəsi yarımçıq qala bilər. Çünki biz ginekoloji müayinə zamanı uşaqlıq boyunu patologiyalarını tam şəkildə təyin edə bilmirik. Əgər ağır durumlar varsa, bu zaman ginekoloji müayinə zamanı təbii ki, ilkin olaraq görünəcəkdir. Artıq bu ağır vaxtı keçmiş mərhələlərdir, belə hesab olunur. Amma ginekoloji müayinədən başqa kolposkopiya müayinəsi bizə uşaqlıq boyunu patologiyaları haqqında dərin məlumat verəcək. Vaxtında məlumat verəcək ki, xərçəngə doğru bir yol var və bu yolu qarşısını almaq lazımdır, belə deyim. Və bir də müayinələrdən təbii ki, ultrasəs müayinə var ki, hansı ki, bu da aparılmalıdır. Bəzən hətta belə də olur ki, xanımlar ginekoloji müayinə düşüb, ultrasəs müayinədən düşməkdən yayınırlar və hətta kolposkopiya müayinəsinə müraciət edən zaman deyirlər ki, doktor, əgər kolposkopiya müayinəsindən keçdim, artıq mənim uşaqlığım, yumurtaqlar haqqında da məlumat verə bilərsiniz. Nəyə ehtiyac var? Amma bəli, nəyə ehtiyac var? Amma bu belə deyil. Kolposkopiya müayinəsi uşaqlıq yolu, xarici cinsiyyət üzvü və uşaqlıq boyunun müayinəsidir. Artıq biz daha dərin müayinə, uşaqlığın və yumurtalıqların funksiyası, fizioloji durumları haqqında daha doğrusu, bəzən dinamik izləmə də funksiyası haqqında da məlumat alırıq. Almaq üçün təbii ki, ultrasəs müayinəyə müraciət etmək lazımdır ki, ultrasəs müayinə ilə dəqiqləşdirək ki, hər hansı bir dəyişiklik varmı, pozulma varmı, orqanların fizioloji durumunda hər hansı bir dəyişiklik varmı və yaxud da iltihab varmı, Douglas boşluğunda maye ola bilər və yaxud da yumurtalıqların iltihabı ola bilər və s.